Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Güzdək qəsəbə 12 saylı uşaq bağçasında olub. Bağçanın fəaliyyəti 2012-ci ildən davam edir. Buradakı nizam-intizam, səliqə səhman, qəribə bir istilik bizi körpələrə daha da yaxın etdi. Mikrofonumuzu görür-görməz körpələr 2 misrada olsa şeir söyləmək həvəsinə düşdülər. Azərbaycan torpağı qəhrəmanlıqla doludur. Şəhidlərin sevgisi qəlbimizdə qalıbdır. Bağçanın direktoru Xatirə Yaqubova söylədi ki, biz vətənə, millətə layiqli vətəndaşlar, övladlar yetişdiririk. Axı bu bizim borcumuzdur. Əgər belə olmazsa, vətənimiz sağlam əllərdə olmaz. Bizim bağça 2012-ci ildən fəaliyyət göstərir. 80 yerlik 8 tərbiyəçi ilə fəaliyyətə başlamışıq və bu illər ərzində biz uşaqlara, körpə fidanlarımıza sevgi ilə, qayğı ilə yanaşırıq ki, onlar da vətənə, insanlara sevgi ilə yanaşsınlar. Biz bu illər ərzində neçə dənə körpə uşaqlarımızı məktəbə hazırlıq qruplarına ötürmüşük ki, onlar məktəbdə də yaxşı oxumaqları ilə seçiliblər. Uşaq bağçası erkən yaş dövründə uşaqların sosial, emosional, fiziki və zehni inkişafını dəstəkləyən təhsil və qayğı mühiti insan ömrünün əsas təməl dövrlərindən biridir. Bu dövrdə uşaqların əldə etdiyi vərdişlər və biliklər onların gələcək həyatına birbaşa təsir edir. Hər kəs körpələr və azyaşlılarla belə davranarsa, gələcəkdə də sevgi dolu övladlar yetişdirmiş olarıq. Çünki gələcəyin atasını, anasını, həkimini, hərbiçisini, müəllimini və alimini müəllim yetişdirir. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bugün İnformasiya proqramı.